İndi isə Nahid Salmanovun yanındayıq, komandamızın baş məşqçisi. Ondan da oyunla bağlı fikirlərini öyrənmək istəyərdik. Buyurun Nahid müəllim, oyun barəsində fikirlərinizi bildirin, zəhmət olmasa. Oyun birinci hissəsi biraz bizə çətin oldu. Çətin keçdi. Meydan sahiblərinə oynayırdı. Rəqib də demək olar ki, dəyişiklik edib komandada. Yəni birinci dövrədəki rəqib deyildi hissədə. Sonra çətinliklərimiz oldu birinci hissədə. Amma ikinci hissədə dəyişikliklərimizi elədik. Oyuna baxıb dəyişikliklərimizi elədik. Nəticə qazandıq. İndi növbədə bir ay yaxın fasiləmiz var. Bu bir ay ərzində də çalışarıq. Yeni oyunçular da cəlb edərik çatışmayan yerlərimizə. İnşallah yaxşı olar. Birinci dövrə demək olar ki, başa çatdı. Tam komanda şəklində ikinci dövrə inşallah hazırlaşarıq. Nahid müəllim, növbəti sualım var ki, Şahin Ağayev bildiyimiz kimi 4 oyun cəzalı idi və artıq bu oyuna etibarən cəzası bitdi. O da komandaya qoşuldu. Onun oyunla bağlı fikirləriniz maraqlı olardı. Şahin bizim komandanın kapitanıdır. Bəli, bir 4 oyun buraxmışdı. Bu oyunda hiss olundu. Məşqlərə qoşulurdu deyə formasını tam itirmədi. Amma oyun praktikası hiss olundu ki, biraz azalmışdı. Çünki 4 oyun da oynamırdı. Ümumi komandadan razı qaldım. Düzdür, çatışmayan cəhətlərimiz var. Onu da biz oyundan oyuna onların üzərində işləyirik. Çalışırıq ki, o səhvlərimizi növbəti oyunlarda eləməyək. Komandadan razı qaldım. Komandamızı təbrik edirəm. Lənkəran azərkeşlərini təbrik edirəm. Lənkəran komandasına azərkeşlik eləyən bütün azərkeşləri təbrik edirəm. Sizə də çox sağ olun deyirəm. Pərviz müəllim, sizə də çox sağ olun deyirəm ki, siz də gəlirsiniz, bizə dəstək olursunuz. İnşallah ki, yaxşı olar hər şey. Növbəti oyunlara hazırlaşmaq lazımdır. Önümüzdə fasiləmiz olar. Çatışmayan cəhətlərimizi çalışarıq ki, aradan qaldıraq. Çox sağ olun Nahid müəllim, fikirlərinizi görə minnətdaram. Növbəti oyunlara sizə uğurlar arzulayıram. Çox sağ olun. Sağ olun.